Azərbaycan tarixinin bütün pulları burada saxlanılır. Bax, Qız Qalasının düz yanında, bax burada Aşur məscidi yerləşir. Bax, Aşur məscidi. Bax, bu məscidin düz içində Bakının ən qeyri-adi muzeylərindən biri var. Bura 12-ci əsrdə tikilmiş Aşur məscididir, həm də numizmatika muzeyi kimi fəaliyyət göstərir. İçəri şəhər və Azərbaycan ərazisində tapılan ilk insanın istifadə etdiyi mübadilə vasitələrindən tutmuş, ta müasir dövrümüzdə istifadə olunan kağız pullara qədər hamısını əhatə eləyir. Yəni, bax, burada Azərbaycan pul tarixinin keçmişi, dünəni və bugünü var, düzdürmü? Bu, ilk insanların istifadə etdiyi mübadilə vasitələridir, fikir verin. Bax, bunlar balıq qulağıdır. Bunu pul kimi istifadə ediblər. Məsələn, 10 dənə belə muncuq verib, bir dənə qoyun alıblar. Yəni, pul əvəzi istifadə olunur. Üzərində Makedoniyalı İskəndərin təsviri olan sikkə var. Qədim Albaniya dövrünə aid bir pul vahididir, fikir verin. Roma imperiyasında var, Parfiya var, Sasanilər var. Üzərində dini ifadələr var. Məsələn, bunun üzərində La ilahe illallah yazılıb. Teymurilər, Ağqoyunlar, Qaraqoyunlar, bax, o dövrün pul vahidləri hamısı buradadır, fikir verin. Və burada bir dənəsi var xüsusi olaraq. Bax, bu 1500-cü illərin əvvəllərinə aid, Fərrux Yasara aid. Bax, o divarda da əks olunur, fikir verin. Bu da tarixi pul qabları. Pullardan ibarət aksesuar. Bax, fikir verin. Bu 19-cu əsrə aid pul kisəsidir. Və bunun içinə pul yığdıqca kisə genişlənir. Bu ikisi 1-ci Şah Abbasa aid pullardır. 2-ci Təhmasibə aid var. O dövrdə şəriət qanunları ilə idarə olunan dövlətlərin konstitusiyası. Öz adımı görürəm burada, bax, Rahil. Bax, fikir ver, mənim adımın mənası əslində altlıqdır. Yəni, bu Quran kitabının altlılığı, düzdürmü? Rəhil. Burada da bizim son dönəmlərin pulları var, düzdürmü? Müstəqillik dönəmimizin ilk pullarıdır, bax, Şirvan. Şirvan hanı? Şirvanı çoxdan da görmürəm. Bunlar artıq müasir dövrün pullarıdır. Bax, 500 manatlıq da burada var, bax, təzədir. Ən təzə pul budur, bax. 2021-dən tədavülə buraxılıb bu. Numizmatika muzeyinin girişi 5-17 yaşlı uşaqlar üçün, yəni Azərbaycanlı uşaqlar üçün 2 manat, tələbələr üçün 2 manat 50 qəpik, böyüklər üçün də 5 manatdır giriş. Əcnəbilər üçün 6 manat və 15 manatdır giriş. Bir də burada kombolar var. Bax, qrup kombo biletləri də var. Bunların qiyməti başqadır. Bir sözlə, Azərbaycanda pulun bütün dövrlərini özündə əks etdirən belə bir unikal muzey var. Bakının düz ortasında, çox adam buranı tanımır. Aşur məscidinin içində, bax, bu pulların tarixini gəlib kəşf edə bilərsiniz. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.